Salam əziz izləyicilər. Bir video çəkmişdim 2 gün qabaq. Bu fındığa mənənə xəstəliyi düşüb. O həşəratdır da. Göstərmişəm, ona baxa bilərsiniz. Mən dərman vurdum. Dərman nədən ibarət idi? Sabunlu su, üstünə əlavə eləmişdim P2 və 2 damcı yoğurt. Bu qabda vurdum və hesab elədim ki, az effekt veribdi. Birinci çəkilişdə məndə elə bir təəssürat yaranmışdı. Amma indi bugün gəlib axtarıram. Görürəm hara ki, nizam vura bilmişəm, hansı yarpaqları, budaqları ki, yaxşı istada bilmişəm, orada artıq yoxdur. Əvvəl ölmüşləri görürdüm ki, bir qismi ölüb, az bir qismi. İndi ölənlər görünür, tökülüb yarpaqdan, baxıram ki, təmizlənib. Hara ki, keyfiyyətli vurmuşdum, oradan artıq yoxdur, o mənənə yoxdur. Və tək-tək yerlərdə qalıb. O da əminəm ki, oraya yaxşı vura bilməmişəm deyə orada qalıbdı. Özü də seyrək qalıb. Ekrana işıq düşür, görəmirəm bunun keyfiyyəti necədir görüntünün. Bax, burada o mənənə görünür, amma seyrəkdir. Orada burada tək-tük var. Bütün blogerlər deyir, abunə olun, o kanal aktivləşsin deyə. Amma mən daha ısrarlı deyirəm, abunə olun. Çünki siz təcrübə olaraq görəcəksiniz də. Mən hissə verilişləri təşkil edəcəm. Təcrübə olaraq görəcəksiniz ki, hansı dərman vuruldu və necə təsir elədi. Sanki özünüz təcrübə qazanmış olursunuz. Əgər abunə olsanız, qarşınıza çıxacaq və bütün mərhələlərini görəcəksiniz. Sanki özünüz o təcrübəni aparıbsınız. Ona görə abunə olsanız məsləhətdir. Təkrar vurdum. Deməli 2 gün ötürdüm. Təkrar vurdum. Qarışqalar var, görürəm, gəzir. Qarışqalar da xəstəlik yayırlar. Üstə gəl, parabizən deyirlər deyəsən də o. Biz uşaq olanda, uşaq vaxtları deyirdik, inək doğuzdurandı. Nəsə belə bir inanc var idi. Parabizən də var. O da yarpağın üstündə gəzir. O həmin həşəratları yeyir. O həşərata görə gəlib yığılıbdır. Bax, bu rahat bir üsuludur xəstəliklə mübarizənin, həm də zəhər deyil də. Ekoloji baxımdan çox da problemli dərman deyil. Rahatdır, vurmaq da rahatdır. Dediyim kimi belə bir butulka hər kəsdə var, hər yan doludur. Hansı ağaca düşübsə, qızılgül koluna düşübsə, başqa yerə düşübsə, onu bu cür dərmanla, bu cür sadə üsulla tez başa gələn aradan qaldırmaq olar. Sağ olun, salamat qalın, abunə olun.